Salam əzizlərim. Bu sabah gələn fikirlərimlə bölüşmək istəyirəm sizinlə. Gəlin təsəvvür eləyək ki, bir nəfər qəşəng bir şam yeməyindən sonra ürəkdən belə şükür elədi və kimsə bunu görüb deyəcək ki, o səhv etdi. Yeməkdən sonra deyil, yeməkdən öncə bunu eləməli idi. Süfrəyə gələn nemətlər üçün və s. Və bilirsiniz, bax, belə yerdə mübahisələr doğur. Belə yerdə müharibələr yaranır, savaşlar yaranır. Belə bir yerdə bölmələr olur. Belə bir yerdə ritualları müqəddəsləşdirmək olur. Çünki məsələ o rituallarda deyil, hansını sən gündə neçə dəfə eləməlisən. Məsələ onun daxildən gəlməsidir. Məsələ niyyətdədir. İsa Peyğəmbər deyərdi ki, günah daxildədir. Çünki günah bir səhvlikdir, promaq. Nə vaxt ki, mən Allahdan uzaqlaşıram, nə vaxt ki, mən sevgidən uzaqlaşıram, nə vaxt ki, mən bir absolutdan uzaqlaşıram, bax, o zaman mən günah işlədirəm. Nə vaxt bu baş verir? Nə vaxt mənim daxilimdə nifrət var? Nə vaxt mənim daxilimdə aqressiya var çoxlu? Nə vaxt mən daxilən məyusam nəyəsə? O zamanlar mən Allahı unuduram. O zaman məndə daxilimdə sevgi yoxdur. Nə vaxt mən dünyaya etibar eləmirəm, dünyaya güvənmirəm, dünyada ancaq satqınlıqlar görürəm, ayrılıqlar görürəm, dünyanı ancaq belə pis gözlə görürəm. O zaman mənim qəlbimdə bir sevgi yoxdur. Mən onunla mübarizə aparıram. Bunun özü də bir əməldir. Bunun özü də bir günahdır. Amma bunu bizə demirlər çox vaxtı. Çox vaxtı səhərdən axşama kimi kimlərisə qınayıb onların səhvliyinə görə, amma gündə filan qədər filan bir şeylər eləyirlər deyə doğru insan sayılırlar. Başa düşürsünüz, sırf ritualları edirlər deyə. Amma nədir onların niyyəti? Onların qəlbi təmizdirmi? Onların daxilində bir sevgi yaşayırmı həqiqətən də? Yoxsa bunlar sadəcə ritual xarakterini daşıyır, sadəcə qorxudan edilir, sadəcə beyinlərinə yeridilibdir ki, bunu belə olmalıdır deyə. Sanki sadəcə bu rituallarla ora yol gedir. Rituallar sənin gündəlik əməllərindir, rituallar sənin gündəlik fikirlərindir, rituallar sənin gündəlik daxilindən buraxdığın hisslərindir. Hansı hisslərdir o daxilində? Baxın, qınayaraq kimlərisə insan nəyi artırır bu dünyada? Yuxarıdan aşağı baxır. Başa siz qınaq ümumiyyətlə nədir? Odur ki, sanki mən düzəm, sən səhvsən. Yəni mən haqlıyam, sən haqlı deyilsən. Başa düşürsünüz? Yəni bunu savaşı gedir. Sanki kim haqlıdır, kim daha yaxşıdır, kim daha haqlıdır. Egolar savaşırlar. Orada sevgi yoxdur. Əgər onlarda sevgi görmürsünüzsə, o yalandır, illüziyadır. Onlar sevgiyə xidmət etmirlər. Onlar öz egolarına xidmət edir. Sevgi yoxdursa o işdə ancaq nifrət, aqressiya varsa, o yalandır, o saxtalıqdır. Onunla sən keçid edə bilmərsən növbəti bir levela. Bu sabah gələn fikirlərim bu idi. Ümid eləyirəm, doğru zamanda doğru ünvanlara çatacaq və ən azından düşünməyə vadar eləyəcək. Əgər bu mövzu sizin üçün maraqlıdırsa, bu videonu bəyənin, fikrinizi yazın, kanalıma abunə olun. Bu məni həvəsləndirəcək daha çox belə bir videoları çəkmək. Hər bir halda təşəkkür edirəm. Zaman ayırdınız, izlədiniz. Sağ olun, salamat qalasınız, özünüzə yaxşı baxın, özünüzə.